Bu səsi eşitmisiniz? EA Sports. It's in the game. 32 il əvvəl çıxan FIFA adlı oyun illik 1,5 milyard dollar gəlir gətirir. Yaxşı, bəs FIFA necə yaranıb? Videonu FIFA-da şapalaqladığınız dostunuza göndərməyi unutmayın. Apple-da işləyən Trip Hawkins 1982-ci ildə işdən ayrıldı. O oyunların sənət əsəri olduğunu düşünürdü. Ona görə də yeni quracağı şirkətin adını Electronic Arts qoydu. Daha sonra bir neçə oyun çıxartdı və uğurlu oldu. Bu adamı Clash of Clans videomdan tanıdınız yəqin ki. 1991-ci ildə EA-in rəhbərliyindən imtina etdi və konsol sahəsinə yatırım elədi. Bu zaman digər səhmdarlar da EA Sports yaratdı. Bu arada PlayStation kluba getməyə ərinirsinizsə, Endpoint azdan kirayə eləyib evdə sərfəli bir şəkildə dostlarınızla FIFA oynaya bilərsiniz. Üstəlik Technojoy adı ilə icarəyə götürsəz, 3-cü və 4-cü joysticklərdə pulsuz olacaq. Məncə bir göz atın. 93-cü ildə ilk FIFA oyunu çıxdı. Ancaq ölkələrlə oynamaq olurdu, amma oyun çox sevildi. Həmin vaxt Amerikada heç MLS liqası belə yox idi. 95-ci ildə ilk dəfə real liqalar əlavə olundu. 96-da isə üstə qrafika və real oyunçu adları gəldi. 97-də də ilk dəfə oyuna canlı şərhçi gəldi. 2001-də klubların loqoları, 2003-də də karyera modu gəldi. 2010-da şirkətə milyardlar qazandıracaq bir mod olan Ultimate Team modu gəldi və PC yavaş-yavaş ötməyə başladı. 2017-də məşhur Alexander ilə hekayə modu, 2020-də də küçə futbol modu gəldi. Amma 2021-ci ildə işlər qarışdı. FIFA lisenziya üçün EA-dən 2 qat pul tələb elədi. Təbii ki, EA razılaşmadı və son dəfə FIFA adı ilə oyun 2022-də çıxdı. 2023-cü ildə oyun EA FC 24 adı ilə satışa çıxdı. Və siz hələ də FIFA oynayırsınız? Şərhdə qeyd edin. Videonun uzun versiyasını YouTube-da paylaşacağam. Profildəki linkdən keçib abunə ola bilərsiniz.